Herkese selam dostlar. Neresiniz, canınız başınız? Bugün sizlerle birlikte o Brawl Talk'ta gösterilen buff'ler var ha. Bugün oyuna eklendi. Ben de ilk defa sizinden bir yerde gireceğim oyuna. Göreyim ne olacak. Çok heyecanlıyım. Teze buff'ler falan gelip göreyim ne olacak. Yok izlemeyeceğim. Yani özetini izlemeyeceğim. Göreyim ne olur. Bunu al. Oyun ekranı değişip. Onu içten deyip. Şanslı gün. 4 tane hediye kutusu. Bu elə bir yılbaşı hediye kutusu. Bir tane de mega kutu. Bu nedir? Star yolu hakkında daha fazla bilgi. Bakalım. Bir şey yoktu. Bir şey yoktu axı. Aşamalı mod açıldı. Yok bir şey yoktu. Bakın dostlar bu günlük seri bura gelip. Buffy deyir. Aksesuar yıldız güçleri ve hiperşarjları güçlendirebilirsin. Yakalama makinesinde her seferinde bir Buffy verir. Elmas karşılığında da Buffy alabilirsin. Buffy'ler savaşçılarını her daim takip eder ve onları en az yüzde daha şık hale getirir. %10 daha şık hale getirir. Ha, Allah göre. Haydi. Hadi. Yakalama makine. Ücretsiz. 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 Allah'ım. Dostlar, əslində hər səfərində bir dənə buff'ı verir. Amma yəni bu düyməni, bu qırmızı düyməni çevirmək sizə qalıbdı. O biraz göstəriş işidir. Mən basım qoy. Yəni nə tutacaq? Hansı buff'ı gələcək? Açaq. Nə gəlir? Bu nədir? Frank'in buff'sı. Hansı aksesuarı güçləndirir? Hansını güçləndirir? Mən bunu güçləndirəcəm. Çünki bu çəkmə mənim çox xoşuma gəlir. Ha, ikisini də güçləndirdi. Mən anlamadım. Mən bir şey anlamadım. Buff'lər var. Başa düşdüm. Burada mən dayan. Söz deyə bilərəm. Bunlar bu yıldız gücü aksesuar falan alta gedib, biraz yana gedib. Bak burada belə bir boşluq var. Deyəsən 12-ci səviyyə gəlir oyuna. Fikir verin. Burada bir dənə boşluq var. Deyəsən 12-ci səviyyə gəlir. Həqiqi gələ bilər. Göstərmişdilər zaten. Görələ Frank'in buff'si necə bir şeymiş. Mən hansını? İkisini də almışam. İndi mən bir şey anlamadım axı. Hedef alınan yönə bir ses dalgası ateşdir. Bunlara sonra baxarıq. Bu nədir? Bura biraz balaca olub. Buffy də buradadır. Bura biraz balaca olub. Belə geniş olub amma balaca da olub. Hələ bir daha dükkana görə ücretsiz yazılıb. Dünya şampiyonu Max. Dünya şampiyonu. Birinci adım. Bu 2023'te de verilmişti. Kara melek Colt verilmişti. Atmak için dokun. Açtım. Hediye kutusu verdi. Görev ne çıkacak? Süper indir. Benim şansıma da bu çıkardı zaten. Görev başka bir şey verirler. Bir dükkana bakın. Yok değilsem vermezler. Böyle ne elmas teklifi falan gelip. Orada da yiyebilir. Bu nedir? Yılbaşı mega at. Ağaç. Ay dilim tutuldu. Ne diyor? Şu gizemli eşyalar kaldırıldı. Yerine telafi ödülü verildi. Yapışkan dikenler spike yarasa fırtınası mortis. He, bunun gizemli eşyalar kaldırıldı axı. Şu gizemli. Niye şu gizemli deyir? Mən başa düşmədim. Oo, animasyonlara bak. Göşey. Ekran geçiyor olub ama bence 12-ci səviyyə gələcək. Çünki bunlara alta salmazdılar. Özə bir fikir verin. Burada bu eşyanın yanında, bu qalxan eşyasının yanında bir dənə boşluq qalıb. Hələ bir dənə Frank'in deneyim. Balacalaşıb ekran. Fikir versiniz siz. Fikir versinizsə mənə bir dənə deyin elə. Bu Buffy də burada dayanıb kostüm kostümün güzel görünümü gelip ama problem olmaz. Görelim ne verecek. Ben hesaplaşmada oynayacağım çünkü yani bu adı neydi? Yani bunlara girmek istemiyorum. Bu adı neydi? Savaş topuna falan. Bunlar
Bu nədir? Sıcak kumlarda yürümək. Başa düşmürəm. Hələ bir dənə girmə tek hesablaşmada. Birinci bundan girim, sonra bundan girərəm. Hələ görə elə nə olacaq. İlk dəfə də denəyirəm ha. Heç oyuna girmədim. Vallahi. Görə elə nə dəyişiklik var. Hə, təzə karakter gəlib. Təzə karakter. Ay yanımızdadır. Həqiqi yanımızda dayanıb. Ekran niyə bu qədər gec gəldi? Fikir verin. Aha, ana. İndi bu dəqiqə yanımdaydı. Neyse, görə elə bu eşya idi, hə. Görə elə o nə işə yarayır? Gəbra. Hə, elə bir məsələn. Həm başa düşdüm. Həm bu hasar verir. Bax. Həm bu hasar verir. Həm də bu məsələn sizə kitabdandır deyək. Onun deyə gələ bir 7 yükü var, sənin 2 yükün var. Dostlarım, 2 yükün var. Buna bassan həm sərsəmləmən gedir. Yəni kit üstündədir, amma sərsəmləmən gedir də. Siz onu bilərsiniz. Həm də bilsən nə olur? Adı nə idi? Buffy yanımdaydı indi bu dəqiqə amma. Aman, bir şey olmaz. Fikir verin. Həm də ona hasar verir. Xəbəriniz olsun. Ultini çox boş atdım. Vallahi. Mən çox şey başa düşdüm. Yəni yaxşı gətiriblər. Frank'in Buffy'si çox güclü olub indidən. Güclü olub deyəndə, yəni güclüdür də. Gəlsin. Tamam, gəl. Səndən bir dənə ulti dolduraq. Ulti. Gəlsin qoy. Zaten mənə ulti atacaq. Ona görə ona ulti atmaq istəmirəm çox. 4500 nədir? Mən niyə attım ultini? Şükür öldürdülər onu orada. Qəşəng. Hyper şarjı ən axırda basacağım. Bu uca ya da bas geçsin. Bas geçsin. Bas. Qəşəng. Vurdum. Birinci oldum. İlk maçdan birinci oldum. Buffy güclüymüş. Əvvəl Frank'dən birinci ola bilməzdin. Çox çətin idi. Olardı, niyə? Çətin idi də. Görəli o bir səşyadım. Nə gələcək? Ender. Yine mənim şansıma. Ha, o birisində görəyəlində gələcək. İkisinə də gəlir. Elə bir tək birisinə gəlmir ki. İkisinə də gəlir. Amma mən YouTube videolarını izləyəndə deyirdilər, məsələn, hər hangi bir Buffy seçmə haqqım var. Ondan sonra onu seçə bilməzsən. Mən elə eşitmişdim, amma sən demə səhv imiş. İkisinə də verirmişdir. İndi bu nədir? Qoy bir dənə adam gəlsin. Özü fikir versiniz, nəsə belə buff gəlib. Ya da Frank'ə buff gəlib nəsə. Mən belə hatırlamırdım Frank'i. Tuttura bilsəydim yaxınlaşdıracaqdı, sərsəmlədəcəkdi. Necəkdi? Yaxşı, takım. Takım, gəlmə, takım. Gəlməyin. Götürdüm. Yine onu tutturmaq olmur, Onu tutturmaq olmur. O tuttursaq yəni çox çətin tuttururuq da. Bir dənə də vursalar ulti də olur. Ulti də olacaq. Atım. Hə? Atım bir dənə. Hadi atmayayım. Atım. Qorxuzuram. Valla. Yapırım. O mənim neynədir? O Halkanın içine aldı o. Bir şey olmaz. Heç olmasa 4-cü olduq. İkincisi də yaxşı idi. Amma yəni mənim fikrimcə yaxşıdır. Əvvəl
Frank'in vuruşu ilə vururdu. Frank'in vuruşu böyüklüyündə olurdu. Amma indi pisdir. Mən sizə tavsiyə edərəm ki, baba. Bu pisdir. Frank hedef alar. Siz oxuyarsınız buraları. Bir dənə də Buffy alaq hələ. Görək nə çıxacaq. İndi Frank'in bir dənə Buffy'si çıxdı. Hələ bir dənə Buffy alaq. Yəni 2000 güc puanı və 1000 altın getdi. Şükür güc puanları bir işə yarayır. Hara çevirim? Orta məncə yaxşı olar. Götürürəm. Nə Buffy'si çıxacaq? Mən baxana gözlərimi örtdüm. Çıxdı. Çıxarayım. Shelly'nin yıldız gücü Buffy'si. Bunu seçirəm. İkisine de geldi bu. Yıldız gücü gerekli. Shelly 40 salının altına düştüğünde anında 2106 puan iyileşir. Yara bandı 15 saniyede dolar. 3 saniyeliğine de 3 saniyeliğine şey olur. Hem de hızlanır orada. Bu nedir? Elmas sandığı açabilirik. Onu göstermişdi. Ben görmedim. Göre. Heç nə. Qəşəng güncəlləmə olub. Superdir. Həm də bizə təzə hədiyyələr verirlər. Brawl Days. Yəni elə bir yeni il kimi bir şeydə. Qəşəng güncəlləmələr gətiriblər. Yəni Supercell-i təbrik edirəm. Çox qəşəng güncəlləmələr gətiriblər. İnşallah sonra da belə qəşəng güncəlləmələr gətirirlər. Bu ağacı çox özlədim. Keçən il görmüşdüm, sonra görə bilmədim. Yəni keçən il oyunda da gəlmişdi bu ağac. İndi keçən il də gördüm, indi də görürəm. Özləmişdim bu ağacı. Deyirdim, ay Allah, bu ağac gələcək yoxsa gəlməyəcək. Yaxşı onda dostlar. Sağ olun, Allah'a əmanət qalın. Öpürəm sizi, bağrıma basıram. Sağ olun.